Əvvəlcə urbanizasiyanın mənasından danışaq. Ölkənin və ya rayonun həyatında şəhərlərin əhəmiyyətinin artması sosial-iqtisadi inkişafla əlaqədar. Şəhər əhalisinin çoxalması prosesi belə adlanır. Bu isə şəhərsalma və tikinti sektoruna birbaşa təsir göstərən amildir. Memarlıqda urbanizasiya o deməkdir ki, əhalinin həmin ərazidə cəmləşməsi, yeni tikinti ehtiyaclarının meydana gəlməsinə səbəb olur. İnfrastrukturda urbanizasiya isə infrastrukturun genişlənməsi və sərhədlərinin dəyişməsi ilə əlaqədardır. Bütün bunlar əhalinin artımını dəstəkləmək, yaşam tərzinin müasir standartlara uyğunlaşması üçün nəzərdə tutulub. Məhz bu ehtiyacları qarşılamaq üçün müasir şəhərsalma prinsiplərinə uyğun olaraq inşa edilən Bahar Residence layihəsi rahatlıq, funksionallıq və müasir memarlığı özündə birləşdirir. Bu yaşayış kompleksi urbanizasiyanın gətirdiyi çağırışlara uyğun cavab modelidir. Geniş infrastruktur, əlverişli yerləşmə və müasir standartlara uyğun tikinti Bahar Residence paytaxtın yeni simasının bir parçasına çevirir.